Azadlıq meydanında şanlı qələbəmizin yubiley paradına hazırlıq prosesinə başlanıldı. Burada şəxsi heyətlə yanaşı Azərbaycan ordusunun arsenalında yer alan müasir silahlar və hərbi texnikalar da nümayiş etdiriləcək. Qazaxıstandan gələn 15 vaqonluq taxıl qatarı Azərbaycan ərazisindən keçərək Ermənistana yola salındı. Rusiyadan gələn buğda yüklü qatarsa Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdı. Nyu-Yorkda avtomobil partladı. Ərazidə güclü yanğın başladı. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. İctimai televiziyada xəbər vaxtıda studiyada Günay Abdullayevadır. İndi isə təfərrüatlarla sizi tanış edirik. Qazaxıstandan göndərilən 15 vaqonluq taxıl qatarı artıq Azərbaycan ərazisindən keçərək Ermənistan yoluna çıxıb. Beləliklə, bu istiqamətdə tranzit marşrutlar genişləndirilir və proses dayanmayacaq. Gedişatın yaxın dövrdə logistikanın daha səmərəli işləməsinə imkan yaradacağı gözlənilir. Ölkəmizdən keçməklə Ermənistana yüklərin yola salınmasının birinci mərhələsi ötən gün başlayıb. Söhbət Rusiyadan göndərilən 1048 ton 800 kiloqram taxıl məhsulundan gedir. Bu daşıma böyük kəsik stansiyasından İrəvana yola salınıb. Bu dəfə isə Qazaxıstan məhsulu Ermənistana göndərilir. Qazaxıstandan 15 vaqondan ibarət qatarla aparılan taxıl yükü ötən günün birinci yarısında Azərbaycan ərazisinə daxil olub. Bugün isə artıq qatar Bakı şəhər ərazisindən keçməklə üzü Ermənistana doğru hərəkətinə start verir. Qatar Biləcəri, Hacıqabul, Böyükəsik marşrutu ilə hərəkətini davam etdirəcək və Böyükəsikdən də artıq Gürcüstan istiqamətində yola salınacaq, ardınca Ermənistana yola düşəcək. 1000 tona yaxın taxıl məhsuludur. Qurum rəsmisi əlavə etdi ki, Azərbaycan tranzit yolu ilə Ermənistana yüklərin göndərilməsi bundan sonra da davam edəcək. Növbəti mərhələdə həm Qazaxıstan, həm də Rusiyadan İrəvana daşımalar həyata keçiriləcək. Gündüz Vaqifoğlu, Etibar Qurbanov, İTV Xəbər. 8 noyabr Zəfər gününün 5-ci ildönümü münasibəti ilə keçiriləcək Zəfər paradına son hazırlıq məşqləri davam edir. Paradda iştirak edəcək bütün hərbi texnika artıq möhtəşəm tədbirə tam hazır vəziyyətə gətirilib. Bakı Zəfərin 5 illiyinə hazırlaşır. 8 noyabrda Azadlıq meydanında keçiriləcək paradın məşqləri davam etdirilir. Burada şəxsi heyətlə yanaşı Azərbaycan ordusunun arsenalında yer alan müasir silahlar və hərbi texnikalar da nümayiş etdiriləcək. Xarici xəbərlərdə davam edirik. Pakrovsk istiqamətində son günlər baş verənlər cəbhənin dinamikasını dəyişdirib. Əraziyə nəzarətin tam olaraq kimdə olması hələ də qeyri-müəyyən olaraq qalır və məlumatlar da tez-tez bir-birini üstələyir. Hər iki tərəf həm Rusiya, həm də Ukrayna itkilərə baxmayaraq yeni mövqe üstünlüyü əldə etməyə çalışırlar. Bu mənzərə isə yaxın günlərdə bölgədə daha kəskin taktiki dəyişikliklərin olabiləcəyini işarə edir. Rusiya ordusu Zaporojye vilayətində təcili yardım maşınına dron zərbəsi endirib. Nəticədə 4 xilas edici yaralanıb. Kramatorsk şəhərindəki yanğın söndürmə məntəqəsi də hücuma məruz qalıb. Zərbə nəticəsində bina və avadanlıq zədələnib, lakin xəsarət alan olmayıb. Ukraynanın şərqində Pakrovsk şəhəri uğrunda ağır döyüşlər davam edir. Ukrayna qüvvələri Pakrovsk şəhər şurasının binasını Rusiya qoşunlarından təmizləyərək üzərinə yenidən Ukrayna bayrağı qaldırıblar.
Skala adlı 425-ci hücum polkunun məlumatına görə əməliyyat öncədən planlaşdırılıb və uğurla həyata keçirilib. Bina şəhərin cənubundakı boz zonada yerləşir. Müstəqil Ukraynalı müşahidəçilər bildirirlər ki, Pakrovsk ərazisinin təxminən 80% ya Rusiyanın nəzarəti altındadır, ya da boz zona hesab olunur. Yəni heç kimin tam nəzarətində deyil. Deyə bilmərəm ki, Ruslar Pakrovskda hər hansı ərazini tam ələ keçiriblər. Onlar müəyyən istiqamətlərdə qüvvə toplayıblar, amma konkret küçə və rayon üzərində tam nəzarətləri yoxdur. Hücum qrupları yaradıb mövqelərimizdən sızırlar. Çünki piyadalar çatışmır. 5 nəfər yola çıxır, amma yalnız biri şəhərə çatır. Binaya girib gözləyirik ki, digərləri də gəlsin. Ukrayna prezidenti Volodimir Zelenski video müraciətində bildirib ki, hava hücumundan müdafiə və enerji təhlükəsizliyi sistemlərinin gücləndirilməsi istiqamətində tərəfdaşlarla intensiv iş aparılır. Onun sözlərinə görə yaxın həftələrdə diplomatik sahədə də yeni təşəbbüslər planlaşdırılır. Prezident qeyd edib ki, bu istiqamətində həm Avropa İttifaqı, həm də Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq davam etdirilir. Zelenski həmçinin ordudan daxil olan məlumatlara, xüsusilə Pakrovsk istiqamətindəki vəziyyətə diqqət çəkib. Pakrovsk istiqamətində döyüşlər davam edir. Biz işğalçılara zərbələr indiririk. Xüsusilə Ukrayna Təhlükəsizlik Xidmətinin Alfa xüsusi təyinatlarının fəaliyyətini qeyd etmək istəyirəm. Onlar Pakrovskda və şəhər ətrafında Rusiya qüvvələrini və texnikasını sistemli şəkildə məhv edir. Bu istiqamətdə döyüşən digər bölmələrimiz də uğurlu nəticələr əldə edib. Bu arada Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib ki, Rusiya prezidenti Vladimir Putin ondan Ukrayna münaqişəsinin həlli ilə bağlı yardım istəyib. 2 həftə əvvəl Putinlə danışdım. O mənə dedi, biz bu müharibəni 10 ildir bitirməyə çalışırıq, amma bacarmadıq. İndi bunu sən həll etməlisən, deyə Trump qeyd edib. Gürcüstanda sabiq prezident Mixail Saakashvili ilə yanaşı bir neçə müxalifət liderlərinə qarşı da cinayət işi açılıb. Bu barədə prokurorluqda keçirilən brifinqdə baş prokuror məlumat verib. Qeyd olunub ki, onlar təxribat xarici ölkəyə düşmənçilik fəaliyyətində yardım etməkdə, habelə Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və ya dövlət hakimiyyətini devirməyə çağırışda ittiham olunurlar. Roma papası 14-cü Leo ilk dəfə Fələstin prezidenti Mahmud Abbasla bir araya gəlib. Görüş Vatikanın Apostol sarayında keçirilib. Papanın Abbasla son təması iyulun 21-də telefon danışığı zamanı baş tutub. Həmin söhbət zamanı tərəflər Qəzza zolağındakı toqquşmalar və İordan çayının qərb sahilindəki gərgin vəziyyət barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, həmin danışıqda 14-cü Leo 2015-ci ilin iyununda imzalanan və 2016-cı ilin əvvəlində qüvvəyə minən Vatikanla Fələstin dövləti arasında əhatəli razılaşmanın 10-cu il dönümünü xatırladıb. New Yorkun Bronx rayonunda avtomobilin partlaması nəticəsində böyük miqyasda yanğın baş verib. Alovu söndürməyə çalışan 7 yanğın söndürən xəsarət alıb. Məlumata görə partlayış məişət tullantılarının yanması zamanı alovun yaxınlıqdakı avtomobillərə keçməsi səbəbindən baş verib. New Yorkun yanğın idarəsindən bildirilib ki, zərər çəkən yanğın söndürənlərə əsasən əlləri və üzləri yanıb. Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır. Biləsuvar Gömrük İdarəsi külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alıb. İrandan Rusiyaya Kahı yükü adı altında tranzit yolla keçən yük maşını yoxlama zamanı şübhə doğurub. Xidməti itin reaksiyası ilə kahıların altında gizlədilmiş 295 bağlamada ümumi çəkisi 97 kiloqram 530 qram olan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. 2026-cı ilin sosial paketi əvvəlki illərlə müqayisədə daha güclü maliyyə dəstəyi vəd edir. Minimum göstəricilərin 300 manata yüksəldilməsi və pensiya artımları ən çox ehtiyacı olan qruplara yönəlmiş addım kimi dəyərləndirilir. Deputatlar bunun sosial tarazlığın bərpasında mühüm rol oynayacağını deyirlər. Bütün bu dəyişikliklər isə həssas qrupların maliyyə sabitliyinə əlavə dəstək olacaq. Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq. Eyni zamanda yaşa görə orta aylıq pensiyanın 629 manat olacağı və doğuşa görə müavinətin artırılacağı da bildirilir. Bundan başqa, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatana dək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 203,6 milyon manat
vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 5,2 milyon manat çoxdur. Gələn il şəhid ailələrin, qazilərin, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifah halının yaxşılaşması üçün etibarlı təminat yaradacaqdır. Burada əsas məqsəd nisbətən az pensiya alan vətəndaşların sosial təminatını daha da gücləndirməkdir. Bütövlükdə 1 milyon 100 min vətəndaşımızın pensiya məbləğlərində artımlar gözlənir. Bu əmək pensiyası alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bütün vətəndaşlarımızın pensiya məbləğlərində artıq gələn ildən etibarən artımlar reallaşacaq. Bu da təbii ki, həmin əmsalın müsbət mənada dəyişməsilə minimum səviyyədə pensiya və ya orta səviyyədə pensiya alan vətəndaşlarımızın minimum əmək haqqı və minimum orta aylıq əmək haqqı arasındakı nisbətin azalmasına səbəb olacaq. Mütəxəssislərin fikrincə 2026-cı ildə bu əmsalın artması xüsusən həssas qrupların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Türkiyə Əlisoy, Rüstəm Mikayılzadə, Anar Ağazadə, İTV Xəbər. Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. İndiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunan yığıncaqdakı çıxışı qeyri-hökumət təşkilatları qarşısında da yeni çağırışlar və vəzifələr müəyyən edir. Bu barədə Qərbi Azərbaycana qayıdış mövzusunda keçirilən ictimai müzakirədə bildirilib. Qeyd olunub ki, qeyri-hökumət təşkilatları Qərbi Azərbaycana qayıdış istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Tədbir daha sonra Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması haqqında fikirlərinə dair müzakirələrlə davam edib. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycana qayıdış mövzusuna hər zaman xüsusi diqqət ayırır və 2023-cü ildən başlayaraq bu mövzu agentliyin qrant müsabiqəsində əsas istiqamətlərdən biridir. 2023-cü ildə bu mövzuda cəmi 24 layihə dəstəklənmişdirsə, 2024-cü ildə 29, 2025-ci ildə isə 51 layihə dəstəklənmişdir. Bu onu göstərir ki, qeyri-hökumət təşkilatlarının bu mövzuya marağı ilbəil artmaqdadır. Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq hüququn tələbidir. Məhz beynəlxalq hüququn da tələbindən irəli gələrək Ermənistan özlərinə bu öhdəliyi götürməlidir. Bir qayda olaraq Qərbi Azərbaycana qayıdış prosesi ləyaqətli və eyni zamanda təhlükəsiz şəkildə həyata keçirilməlidir. Həm tarixi ədalətin bərpa olunması nöqteyi nəzərindən, həm də beynəlxalq hüququn tələbindən irəli gələrək Ermənistan bunu reallaşdırması üçün hüquqi çərçivələrini də və eyni zamanda da siyasi çərçivələrini mütləq müəyyənləşdirməlidir. Hazırlıqlara başlamaq üçün cənab prezidentin dediyi kimi toponimlərimizi axtarmalıyıq, qorumalıyıq. Toponimlərimiz bizim milli yaddaşımızdır. Bunun üçün də milli yaddaşımıza qayıtmaq üçün də məktəblərdən başlamalıyıq. Suriyanın paytaxtı Dəməşqdə Azərbaycanın Qarabağ zəfərinin 5-ci il dönümü münasibəti ilə Zəfər günü mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şah Hüseynov, Türkiyənin müvəqqəti işlər vəkili Burhan Köroğlu, Suriyanın rəsmi şəxsləri və bir sıra ölkələrin hərbi ataşeləri iştirak ediblər. Azərbaycanın dövlət himni ilə başlayan mərasimdə Elnur Şah Hüseynov çıxış edərək Zəfər gününün milli əhəmiyyəti barədə danışıb. O, dost Suriya torpağında belə bir əlamətdar günün qeyd olunmasının xüsusi önəm daşıdığını vurğulayıb. Biz tarixi torpaqlarımızı erməni işğalından azad etməyə müvəffəq olmuşuq və bizim Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Müzəffər Azərbaycan ordusu 44 gün ərzində şiddətli döyüşlər nəticəsində əzəli torpaqlarımızı erməni işğalından azad etmişdir. İlk dəfədir ki, biz Yeni Suriya ərazisində zəfər çalmış, qələbə imza atmış Suriya, dost və qardaş Suriya torpaqlarında biz bugün bu gözəl bayramı qeyd edirik. Antalyada Azərbaycan mədəniyyət elçilərinin birinci forumu çərçivəsində Azərbaycan mədəniyyət mərkəzlərinin hesabat iclası keçirilib. Tədbirdə mədəniyyət mərkəzlərinin yarım ildə həyata keçirdiyi layihələr, Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində görülən işlər və qarşıdakı dövr üçün fəaliyyət planları müzakirə olunub. Həmçinin tədbirdə panel müzakirələri də keçirilib. 2013-cü ildən fəaliyyət göstəririk.
Və 2013-cü ildə çox təntənəli şəkildə ölkə başçısının və birinci xanımın iştirakı ilə Mədəniyyət Mərkəzinin rəsmi açılışı olmuşdu. O vaxtdan bəri biz öz fəaliyyətimizi elə qururuq ki, bizim mədəniyyət və incəsənət layiqincə Avstriyada təqdim olunsun. Bu illər ərzində bir neçə tədbirlər görmüşük, konsertlər təşkil eləmişik, sərgilər, təqdimatlar və s. Sonuncu xəbərimizi təqdim edirik. Özbəkistanın Xivə şəhərinə yolunuz düşübsə, demək orada olan içəri qalanı da görmüsünüz. Çünki Özbəkistana səyahət edən hər kəsin yol xəritəsində içəri qala mütləq olur. Orada həm tarix danışır, həm də sənətkarların hazırladıqları əl işləri, mədrəsələrin divarları, məscidlərin qapıları. Bir sözlə, hər kəs öz hekayəsi ilə bu məkanı tamamlayır. Biz isə bu rəngli mənzərədən kiçik bir parçanı sizə təqdim edirik. Özbəkistanın Xivə şəhərinə gəlməsinizsə, gələcəyiniz yerlərdən, məkanlardan biri də mütləq ki, İçən qala olacaq. Bu qala 26 hektara yaxın ərazidə yerləşir və sakinlərin sözlərinə görə buranı gəzməyə 3 gün belə azdır. Gəlin biz sizə kiçik bir hissəsini göstərək. Xivə şəhəri və İçən qala Böyük İpək yolu üzərində mühüm dayanacaq nöqtələrindən biri olub. Qalanın 4 tərəfində giriş var. Bunlar Qazırabat, Ortabahçı və Pahlavon divarları adlanır. Divarların hündürlüyü 8-10, qalınlığı isə bir neçə metrdir. İçəri daxil olanda müxtəlif qədim əşyalar, tekstil məhsulları, suvenirlər göz oxşuyur. Satışda olan bu geyimlərin milli ornamentləri xüsusilə diqqət çəkir. Bu gəncin adı Mansur Bekdir. O, 15 yaşından bəri taxtadan müxtəlif əşyalar düzəldir. İki hissədən ibarətdir. 1, 2, 3, 4. 4 günə hazırlayırsınız? Yox, bir gündə 4 dananı yasayımız, 2 adam boyu yasayımız, 2 adam boyu işçiyimiz. Bunun biri neçəyədir? Pulu mu? Buna 15 dollardan satamam özüm. 15 dollardan. Gün ərzində neçədən əsini sata bilirsiniz? İndi hazır turist yox. Sezon vaxtı 10'lu 15'lə satqanman. Bir gündə hazır bir dana, 2 dana satsaq satamız, satmasaq yox. İçən qala muzey qoruğu 1990-cı ildə UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Bundan sonra qalanı görmək istəyən turistlərin sayı xeyli artıb. Biz dünyanın milyonlarla şəhərini görmüşük, amma heç birində bu qədər mədrəsələrə, mavzoleylərə rast gəlməmişik. İtaliyadan gəlmişik 2 həftəlik, bir həftəni Özbəkistana, bir həftəni isə Türkmenistana ayırmışıq. Xorazm özü gözəl diyar, Özbəkistan gözəl diyar, çox gözəl. Xivə, İçən qala andan da gözəl. Mazza qıldık, Pahlavon Mahmud maqbaralarına girdik, ziyorat qıldık. Saroylarını gördük, Allahqulu xan sarayı, Şeralı xan sarayı, maza qıldık, muzeylərini gördük. Buradakı muzeyin fondunda 60 mindən çox eksponat saxlanılır. Müxtəlif arxeoloji tapıntılar, qədim sikkələr, əl yazmalar. Açıq hava altında olan muzeydə ən çox Cümə məscidi, Məhəmməd Əmin xan mədrəsəsi ziyarət olunur. Turistlər ən çox xanların iqamətgahına maraq göstərirlər. İçəridə 2 iqamətgah, xanların qəbul otaqları, qış, yay məscidləri var. İlin əvvəlindən bu günədək bura 500 min turist gəlib. Onlardan 300 minə yaxını xarici ölkələrdən üst tutub. Ən çox da İspaniya, Türkiyə və Azərbaycandan gəliblər. Burada yerləşən mədrəsə və məscidlər Xivə xanlığının siyasi və dini həyatının mərkəzi olub. Səbnə Şükürova, Rüfət Əliyev, Elmira Seyfəddin qızı, İTV Xəbər, Özbəkistan. Belə hörmətli tamaşaçılar, bu saatlıq bizdən bu qədər. Növbəti saatlarda görüşmək ümidi ilə hələlik.